Salam, hər vaxtınız xeyir olsun dəyərli kanal izləyicilərimiz. Bugün Biləcərdə Məlik Aslanov küçəsində marşrutla məsafəsi 50-60 metr məsafədə yerləşən belə bir gözəl 3 otaq 120 kvadrat evimiz çıxdı satışa. Evimiz şəxsi evdir. Həyəti rahatçılıqla 2 sotdur. Gördüyünüz kimi burada belə bir letni sanitar qovşağı kimi istifadə etmək olar. Belə bir yaşıllığı var, dəyərli izləyicilərimiz. Evimizin çölü qabancıq daşlarından üzlənilib. Dəyərli izləyicilərimiz, opşu 4 sotdadır ümumi. Marşrutla yenə deyirəm, məsafəsi 30-40 metr. Bax, burada belə bir qarajı var, maşın saxlanan qarajlı, dəyərli müştərilərimiz. Evimizin hər bir tərəfi açıq şəkildədir. Evimizin qiyməti ümumi qeyd edirəm, 85.000 manat. Real müştəriyə endirim olunacaq. Kürsülüdür. Deməli, evimizin qazı, suyu, işığı, kanalizasiya sistemi hamısı var. Hal-hazırda yaşayışlı evdir. Gördüyünüz kimi marşrutla yenə deyirəm. Məsafəsi 30-40 metr. Dəyərli müştərilər. Burada gördüyünüz kimi evimizin belə bir yan hissəsidir. Evimizin hər bir tərəfinə hərlənmək mümkündür. Sənətdəki dəyərli izləyicilərimiz, layihədir. Köhnədən yaşanılan evdir. Qiymət 85.000 manat, real müştəriyə endirim olunacaq. Gördüyünüz kimi. Buradan isə daxil olacağım evimizin koridoruna daxil olacağım. Kürsülü də 6 daş. Buradan isə daxil olacağım evimizin dəhlizinə. Gördüyünüz kimi. Evimizin kombisi də bahalı kombidandır. Bura gördüyünüz kimi belə bir foldu girdiniz daxil olanda belə bir mətbəxdir var. Mətbəx mebeldə qalacaq dəyərli izləyicilərimiz. Şəxsi bir evdə özü üçün inşa olunmuş bir evdir. Qiymətini qeyd eləmişəm. İstipollandı. Mətbəx istipollu dəyərli izləyicilərimiz. 85.000 manat real müştəriyə yenə endirim olunacaq ev sahibi tərəfindən. Bura isə girəndə bax daxil olanda belə bir geniş qonaq otağıdır. Tam təmirli bir evdir. Üç otaqda çox geniş yataq otaqları var. Bura qonaq otağıdır. Qonaq otağının da kvadratı olar hardasa dəyərli izləyicilərimiz. 35 kvadrat. Bura isə belə bir yataq otağıdır, spalni otağıdır. Böyükdür kvadratı. Baxarkən abunə olun ki, yeni çıxan evlərdən xəbərdar olasın. Evimizin yenə deyirəm, kombi, radiator, internet, Wi-Fi hamısı var, mövcuddur. Qaz, su, işıq, kanalizasiya sistemi hamısı var, sayğaclar var. Telefon, Wi-Fi, internet hamısı var, dəyərli izləyicilərimiz. Qiyməti qeyd eləmişəm. Bura isə belə bir geniş, yenə yataq otaqdır. Çox genişdir. Üzrlü sahib, mən 3 otaq dedim, səhv dedim, 4 otaqdır. 4 otaqdır, bəli. Buradan isə yenə daxil olacağım evimizin, bax, belə bir yataq otağına. Sanitar qovşağıdır. Üzrlü sahib, daxil olduq burada. Ayrı-ayrıdır, sanitar qovşağı ilə hamam. Addellidir, gördüyünüz kimi. Bura isə hamam addellidir. 3 otaq, bir mətbəx. Bəli, belə bir qladovkası da var burada, balon banka yığmaq üçün. Qonaq otağında kvadratı qeyd eləmişəm, 30-35 kvadrat olar. Şəxsi bir evdir, marşrutla məsafəsi 30-40 metrdir. Özü üçün inşa olunmuş evdir. Əlaqə nömrəmiz səhifəmizdə qeyd olub. Kimə maraqlı olsa, zəng vursun ev haqqında geniş ətraflı məlumat verək dəyərli izləyicilər. Sağ olun, sağlıqla qalın.